Salam Atavatan TV YouTube kanalının mehriban tomaşaçıları. Bugün biz Atavatan Media toparmız olup Azerbaycan Respublikasının umumi milli lideri Geydar Aliyev'in 100 yıllık doğumunun münasebetli Azerbaycan Respublikasının Türkmenistan'daki elçixanası bağ etmek davrası geçiriliyor. Sizin de bildiğiniz gibi bu yıl Azerbaycan'ın ulu önderi, Türk dünyasının büyük oğlu, büyük devlet adamı Heydər Əliyev'in 100 yılı tamam oldu May ayının 10'unda. 2023. yıl Azerbaycan'da resmi olarak Heydər Əliyev ili elan edilmişti. Bu vesileyle silsile tədbirlər keçirilir. Səfirlik tərəfindən də Türkmenistan'da bir neçə tədbirimiz keçirilmişdi. Bugün növbəti tədbirlərdən biri də 100 ilində 100 palıd ağacı biz Heydər Əliyevin şərəfinə bu günləri buranı, bu sahə kimi ayrılmışdı bize, buranı abadlaşdırdıq və 100 palıd ağacı dikdik. Bilirsiniz ki, Heydər Əliyev ekologiyaya, yaşıllaşdırmağa çok büyük önem veren bir insan idi. Bugün Bakıda, Azərbaycanın digər şəhərlərində çoxlu yaşıllıklar görürüksə, onların hamısı Heydər Əliyevin adı ilə bağlıdır.